Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, bu bizim şəhidlərimizdir. Ruhları səmada şad olsun. Bunların yaxınlarına, valideynlərinə, uca yaradan Tanrıdan səbir diləyirəm. Bu bizim şəhid qardaşlarımızın plakatı burada. Demək olar ki, yolun qırağında olduğu üçün bu yol tozu bizim bu şəhidlərimizin üzərinə qonur. Gərək bir nəfər ayırasam, buraları təmizləyə baxa. Ona görə burada demək olar ki, buraları təmizlədim, söz yox. Bacardığım qədər bu halaqların sadını vurdum, otun sadını təmizlədim. Amma burada yolun qırağı olduğu üçün bu toz olur. Bu da bizim şəhidlərin yəni şəkillərini, görkəmini toz bağlayır. Bu şəhidlərimiz üçün yəni maddi imkanı olan və iş adamları fərqi yoxdur. Bu ərazi bu tərəf yardımlıdır, o tərəf lerikdir. Fərqi yoxdur. Hara olur olsun, hamımız Azərbaycanlıyıq, Azərbaycan vətəndaşı. Bunlar da bizim kəndinə qonşu kəndlərdir, Dırıq ərazisi, Dırıq Sovetliyi, dolanışımız da bidir. Bir-birimizlə dolanırıq. Ona görə əziz soydaşlarımız, əziz vətəndaşlarımız, kimin imkanı varsa, maddi durumla əlaqədar, vəziyyətlə əlaqədar bizim bu şəhid qardaşlarımız üçün gözəl, bax burada, buranı görürsünüz, Yardımlı rayonu şəlaləsindən gələn yoldur. Bu yol Lerikin hardasa 28, nə bilim 38, 52 kəndi demək olar ki, buradan birləşdirmək olur. Və əsasən bu yol Masallıdan, məsələn, gəldi Yardımlı yoluna, Yardımlı rayonun şəlaləsindən Lerikin bütün kəndlərindən buradan Lənkərana da getməyə yaxındır. Lənkəran yolu Lerikə gəlmək uzaqdır. Həm profka, həm şəhər, amma bu yol sakit yoldur, çay üstü yoldur. Yəni aşağıdan çay axır gedir. Aşağıdan çay axır gedir. Yəni çayın üstündən gələn bu yol görürsünüz. Bu yol gəlir buradan, gedir Yardımlı Alar kəndindən sərhəddə və qabaqdan Ağçay kəndi var. Oradan gedir deməli Arta, oradan gedir Şingədilan, o tərəfdən yəni 50-ci kilometrlərə birləşən yollardır. Buradan da yenə gedir bu kəndlərdən deməli 10 kənd, 8 kənd Dırıq Sovetlinin ərazisindən keçib gedəndir. Ona görə hal-hazırda əziz soydaşlarım, bax buranı ekskavatorla götürmək, yəni nə qədər istəyirsiniz götürün. İstəyirsiniz kənd ağsaqqalına deyin, istəyirsiniz mənə deyin, bura gəlim oradan. Fərqi yoxdur. Kimə deyirsiniz deyin. Amma buradan, bax buranı təmizləyin, buranı qəşəcə. Bulaq tikmək. Bulağa bizim bu şəhidlərimizin şəkili mərmərlə yapışdırın. Həmin su içən dua oxusun, həmin mərməri siləcək, təmizliyinə baxacaq ətrafına. Həm də o şəhidlərimizə rəhmət desin və bu bulağı düzəldənlərin də ölənlərinə ruhuna şad olsun, rəhmət desin. Yenə sağ olsunlar, bax burada bulağı da düzəldiblər və ən gözəli, ən yaxşı variantı burada şəhid bulağının salınmasıdır və oradan, bax gördüyünüz yerdə yuxarıda su var. Oraya ekskavatordan, texnikadan salıb, bulağı qazıb, düzəliş verib, gətirin, həmin yolun qırağıdır. O tərəflərdə də var, buralarda da su var, çəkmək olar yuxarılardan, yaxşı sular var. Yəni buradan çəkib burada. Həmin maşınlar gələndə yolun qırağına verib, dayandırıb saxlamaq olar. Saxlayıb, istirahət edə bilərlər, dincələ bilərlər. Yəni burada bu görürsünüz, bu ərazini qəşəcə buranı təmizləmək olar. Təmizləyib, yəni bizim bu şəhid qardaşlarımızın adına bir bulaq salmaq olar. Bu plakatdansa bulağı tikib və ona şəhidlərimizin şəklini yapışdırmaq mərmərdən. Həmi onun təmizliyinə baxılacaq, həmi orada bulağın yanında bir naves oldu, oturacaqlar, maşını verəcək yol adamları. Bura yəni hər gün istifadə olunan yollardan biridir. Bu yol mən gördüm, yəni tozu bu bizim şəhidlərimizin plakatının üzünə qonur, mənim valla ürəyim ağrıdır. Yəni silmişəm bacardığım qədər toz idi.
o toz olmaz. Bizim bu gözəl şəhid qardaşlarımızın sayəsində birinci Qarabağ savaşı, ikinci Qarabağ savaşında Azərbaycanın demək olar ki, suverenliyini, dövlətçiliyini, kimliyimizi və xarici ölkə gedəndə başımızı diş düşməz bunların sayəsindədir. Ona görə bunların ruhu şad olsun, yaxınlarına uca yaradan Tanrıdan səbir diləyirəm. Əziz və gözəl insanlar, bax yenə deyirəm və hər kəsdən xahiş edirəm, mənim fikrimi yanlış anlamayın. Ona görə bax, bunun ətrafını təmizləmişəm. Bura çox pis gündə idi. Görürsünüz, bu qabları da bura qoymuşam. İndi bunları sahələrə atmadım. Bir klok olmadı ki, onu yığım, aparım bir dərə uçurma. Həmin bu su qabların içib tullamış da bura. Bunları görürsünüz, siqaret kötüyü vardı və ot basmışdı, halaq idi buralar. Yəni, demək olar ki, bacardığımı elədim, təmizlə işinə bax. Yəni, hər dəfə insan burada, mən məsələn özümü deyirəm, buradan yolum düşmür. Yolum düşəndə baxıram. Ona görə bu gün şəhidlərimizə dəyər verməliyik ki, şəhidlərimiz olan yerdə vətən üç rəngli bayrağın dalğalanması deməkdir. Və gələcək nəslin Azərbaycan deməsidir. Ən ağır yollar keçib Azərbaycan. Tarix boyunda görürsünüz, Azərbaycanın coğrafiyasına göz düşən millətlər var. İstəmir, göz götürməməkdə Azərbaycanda qarşı durma yaratmaq istəyən pis niyyətli insanlar var. Ona görə ki, bugünkü gündə biz bu şəhidlərimizə borcluq vətənimizin birliyi, kimliyimizi, millətçiliyimizi dünyaya yayıb. Yəni, bilirsiniz, Pakistanda tarix boyu belə deyək, Azərbaycanın qələbəsini Nadir Şahın vaxtında keçirdiblər qələbəsi. Bir də hal-hazırda indi bizim dövlət başçımızın siyasətinin nəticəsində şəhidlərimizin süzəti, yəni igidliyi, qəhrəmanlığı əsasında Pakistan öz yəni Azərbaycana dəstəyin verməsinin səbəbi də Pakistanın 90% demək olar ki, kökəni türk olduğu idi. Yəni, böyük Azərbaycan coğrafiyasının böyüməsi, Pakistanın güclənməsi, Türkiyənin və Əfqanistanın, Uyğurstanın güclənməsi deməkdir. Əziz və hörmətli soydaşlarım, Qıbrıs türklərinin birləşməsi deməkdir Yunanistanda olan. Ona görə şəhidlərimizə hər zaman minnətdar olmalıyıq. Bu vətən oğlu olaraq başa düşən üçün bunlar bizim üçün dəyərli və əzizdir. Hər kəsə təşəkkür edirəm. Çox sağ olun.